Enant lifində neçə dənə karbon olacaq? Enant lifində 7 dənə karbon olacaq. Deməli, bu hansı amin turşusudur? 7 amin enant turşusudur. Və yaxud da omega amin, belə demək olar buna. Heksan turşusu. Heksan yox, heptan turşusu. Heptan turşusu. Bunun polikondensləşməsindən alınır. Uşaqlar, siz mənə deyin görək, deməli, enant və kapron lifi neçə dənə monomerdən yaranır? Bir dənə monomerdən. Bəli, bir dənə monomerdən yaranır. Bunu bu şəkildə göstərsək. Bundan yarananda elə bir şey, buradan bunu böləcəksiniz. Baxın, bu hissələri kənarda saxlayarıq. Yerdə qalan hissə olacaq bizlər. Və 1 mol da bu. Bu nə lifi sayılacaq uşaqlar bizdə? Bu olacaq enant lifi. Enant lifi. Bu olacaq bizdə enant. Bu karbon sp2-dir. Buradakı karbonlar sp3. Neçə dənə metilen qrupu var? 6 dənə metilen qrupu. 6 dənə metilen qrupu. Bunlar belə. Demək olar ki, bu əsas hissələri sizə dedim. Burada çətinliyimiz var, yoxsa yox? Məncə yoxdur. İstəyirəm indi əgər bunları bildik, keçən topludan biraz, Fərid sən də qulaq as elə, bu yadıma düşür. Keçən topludan ümumiyyətlə bu polimerlərin testlərinə baxın. Siz birinci günə bütün deməli qaydaları öyrənmək və 200 ümumi